Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Mədəniyyət kanalının direktoru Dilarə Səlimin vəzifəsindən azad edilməsi barədə məlumat yayılıb. Bildirilib ki, onun yerinə indiyədək sədrin köməkçisi vəzifəsində çalışan Həmid Ağa Əhsədzadə təyin olunub. Dilarə Səlim Azərbaycan Televiziyası və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətindən ayrılmasına dair yayılan məlumata münasibətini bildirib. Mənim Mədəniyyət kanalından ayrılmağım yalandır. Bu barədə heç bir qərar verilməyib. Həmkarlardan xahiş edərdim ki, yalan məlumatlar yaymasınlar. Hazırda məzuniyyətə çıxmışam və bu səbəbdən kanalla bağlı səlahiyyətləri başqa əməkdaşa tapşırmışam. Bunu kanaldan getmək kimi təqdim etmək sadəcə qeyri-etikdir, qeyri-peşəkarlıq və məsuliyyətsizlikdir. Aparıcılar Hüsniyyə Məhərrəmova, Kamilə Babayeva, Ranar Musayev bir araya gəliblər. Aparıcılar bir araya gələrək fotolar çəkdiriblər. Onların şəkillərini Azərbaycan Televiziyasının əməkdaşı Rəhman Bağırov yayımlayıb. Qeyd edək ki, Kamilə, Hüsniyyə və Ranar illər əvvəl ATV-də yayımlanan 5-ci element verilişinə aparıcılıq ediblər.